Hətta mən deyərdim, bəlkə də Azərbaycanda ən mükəmməl bilən şəxslərdən biridir Mirşahin Ağayevdir. Mirşah müəllim, kömək eləyin, xahiş edirəm, nə olar? Bu lüğətdə mən rozetka sözünün tərcüməsini tapmamışam. Gözləyirdim ki, siz gök altına gələsiniz soruşum. Bu andıra qalmış rozetkanı necə tərcümə eləyir Azərbaycan dilinə? Mən ümumiyyətlə bir şey fikir vermişəm. Hansı sözü ki, mən Azərbaycancaya tərcümə eləməyi bacarmıram, mütləq o sözün oxşarını yaradıram və yaxud dubletini yaradıram. Gəlin bu saat fikirləşək ikimiz bir yerdə rozetka sözünün tərcüməsini yox, Azərbaycan versiyasını tapaq. Başlayaq fikirləşməyə auditoriyanın birlikdə. Rozetkada o şeyi ora taxırsınız, 2 dənə. Bilirəm. Deyirəm, Azərbaycanca onu tapaq, sözünün özünü tapaq da, tərcüməsi yoxdur. Bu lifçi deyil ki, Məmədan tərcümə eləyək. Bu rozetkadır. Gəlin tapaq. Gəlin tapaq. Gəlin verişə mən söz verəm, sana o sözün tərcüməsini taparam. Mütləq o verişi başlayarsan, mənim o tapdığım yeni söz.